Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu vəssalamu alə Rasulillah. Əmmə bə'd. Əziz və hörmətli müsəlmanlar, bu gün barəsində danışacağım mövzu çox mühüm mövzulardan biri. Hər bir Allaha və Rasuluna və axirət gününə iman gətirən insanı maraqlandıran bir mövzudur. Və o da insanın qəlbinin haldan hala düşməsi və bu hallardan asılı olaraq eyni zamanda şeytanın insana hansı tərəflərdən daxil olması. Şeytanın insana daxil olduğu, necə deyərlər, postlar. Birincisi, Allah Teala insana gecə-gündüz zahir və batini nemətlər yağdırır. Bəli. Və lakin insan bu nemətlərin müqabilində bir halda yox, bir neçə halda olur və bu hallar da üçdür. Ya insan o nemətlər içərisində olduqda olur və bu halda o insanın, o qulun üzərinə düşən vacibi o nemətlərə şükür etməkdir. Və yaxud insana Allahdan müsibətlər gəlir. Müsibətlər isə insanın xoşlamadığı hər bir şeydir. Və bu halda möminin boynuna düşən vacib o müsibətlərə səbr etmək və üçüncü halda insanın düşdüyü günahlardır. Öz əli ilə qazandığı günahlar və bu halda da insan gərək ki, mömin insan, Allaha və Rasuluna və axirət gününə iman gətirən insan o günahlardan peşman olsun, Allaha tərəf tövbə eləsin, Allaha tərəf qayıtsın. Və kimdə bu üç iş, nemətlər vaxtı Allaha şükür etmək, müsibətlər vaxtı səbr etmək və günahlar vaxtı tövbə eləyib Allaha tərəf qayıtmaq, bu üç əməl kimdə cəmləşərsə, artıq xoşbəxtliyin, səadətin ünvanı o insanda cəmləşmişdir. Artıq o insanda dünya və axirət qurtuluşunun əlamətləri cəmləşmişdir. Və kim də bunlardan üçünü də və ya hansınısa itirərsə, o insan gərək ki, nə qədər ki həyatdadır, öz nəfsinə qarşı tədbir görsün, özünü düzəltsin. İlk olaraq şükürdən danışsaq, şükür əldə olan nemətləri əldə saxlayır, əldə olmayan nemətləri isə insan sahibinə cəlb eləyir, gətirir. Bizə ki, Allah Quranda deyir ki, وَإِذْ تَأَذَّنَ رَبُّكُمْ لَإِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ Artıq Rəbbiniz belə elan etdi, belə bildirdi ki, sizə şükür edərsinizsə, sizə olan nemətlərimi mütləq və mütləq artıracağam. وَلَئِنْ كَفَرْتُمْ إِنَّ عَذَابِي لَشَدِيدٌ Yox, əgər nankörlük eləyərsinizsə, küfr edərsinizsə, mənim əzabım çox şiddətlidir. Allah Teala bu ayətdə bizə bildirdi ki, ey qullarım, mən sizə nemətlər yağdırıram gecə-gündüz, sizdən bu nemətlərə müqabil olaraq ancaq və ancaq şükür etmənizdir. Şükür etsəniz artıracağam. Şükrün üç dayağı var. Şükür ibadəti üç dayaq üzərində dayanmaqdadır. Birincisi, qəlbin etiraf etməyidir ki, bu nemətləri mənə verən Allahdır. Allahdan başqası yox. Qəlbin etiqadı, qəlbin etirafı, qəlbin buna bağlanması. İkincisi, insan öz dili ilə etiraf edir, öz dili ilə o nemətləri sadalayır, danışır ki, bəli, Allah mənə bunu verib, Allah mənə bunu verib, Allah mənə bunu verib. Və insan bunu etməsi üçün, özü üçün vaxt ayırmalıdır. Allahdan gələn nemətləri sadalaması üçün bu xüsusi bir ibadətdir. İnsan bunun üçün vaxt ayırmalıdır. Mömin bunun üçün vaxt ayırmalıdır. Necə ki, başqa zikirləri etdiyi kimi insan, bu da zikirlərdən bir növdür. Şükür etmək zikirdir və həm qəlbin zikridir, həm dilin zikridir. İnsan bunun üçün vaxt ayırmalıdır. Necə ki, Allah Quranda deyir ki, وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ Amma Rəbbinin nemətlərinə gəlincə isə danış onları. Danış və xüsusən də insan təklikdə, Rəbbi ilə təklikdə qaldıqda əllərini qaldırar, boynu bükük Allahın qarşısında, öz Rəbbinin, öz xaliqinin, öz ağasının, öz seyyidinin qarşısında qul necə dayanırsa elə və həqiqi məqam bu məqamdır. Biz quluq, o bizim Rəbbimizdir, o bizim ağamızdır, o bizim seyyidimizdir. Rəbb də insanları, öz məxluqatını tərbiyə eləyən deməkdir. Bəli, bu həmin həqiqi məşhəddir ki, burada insan özünü sındırmalıdır. Boynu bükük, xuşu içərisində, mütü vəziyyətdə Allahdan, Rəbbindən ona nemətləri yağdırandan ona gələn o nemətləri etiraf etməlidir. Nemətlərə şükür etməyin üçüncü dayağı isə ki, o şükür onun üzərində dayanır dediyimiz kimi, o nemətləri Rəbbimizin razı qaldığı yerə sərf etmək lazımdır. Allah xoşlamır ki, Allah sənə verdiyi neməti Allaha qəzəbləndirən işlərə sərf eləyəsən. Möminin başına gələn digər bir halı isə müsibətlər halıdır. Müsibət nədir? Müsibət insanın xoşlamadığı hər bir şeydir. Bu halda möminin üzərinə düşən vacibiyyat, vacib iş o müsibətlərdə səbr etmək və təslim olmaqdır. Çünki bu qədərdir və qədərə iman gətirmək də imanın rükunlarından, dayaqlarından biridir. Qədərin, xeyrin və şərin Allahdan olması. Allah şər yaratmır. Allahın yaratdığı hər bir şey xeyirdir. Lakin bu Allahın yaratdıqlarından kimlərsə şərr edir. Təbii ki, o tərəfə çox keçmək istəmirəm. Bizim danışdığımız mövzu buna əlaqəli olsa da başqa mövzudur. Və o da qədərin acı tərəfinə
sənin başına gələn işlərin acı tərəfinə səbr etmək. Və Allahdan gələn bu müsibətlər, yəni bu imtahanlar, müsibətlərin məqsədi insanı alçatmaq deyil. Müsibətlərdən məqsəd insanı imtahan etməkdir. Lakin insandır o müsibətlərdən çıxıb çıxmamaqla öz dərəcəsini təyin edən. Əgər müsibətlərdən Allahın istədiyi kimi çıxarsa, o insan Allahın gözündə dərəcəsi yüksələr. Yox, əgər Allahı qəzəbləndirən halda müsibətlərdən çıxarsa, və ya çıxa bilməzsə, qalarsa orada, onda o insan Allahın gözündən düşər. Və müsibətlər halında insanın boynuna düşən iki iş var. O müsibətlərə səbr etmək və qədərə təslim olmaq. Çünki bu qədəri yazan Allahdır. Və Allah öz istəyi ilə, öz hikməti ilə, öz ədaləti ilə bunu insanlara gətirir. Bu müsibətlər, insana gələn bu müsibətlər iki haldan biri ilə baş verir. Ya heç bir vasitəsiz, bilavasitə Allahdan gələn müsibətlər, deyək ki, insan xəstələndi, insana ölüm itki üz verdi, özündə, ailəsində və s. və ilə axır. Və bəzən də olur ki, yox, başqa bir məxluqun vasitəsi ilə gəlir insana. Birinciyə səbr etmək asandır. İnsan bilir ki, bu birbaşa olaraq Allahdan gəldi, təsəlli tapır və səbr edir. İkinciyə səbr etmək isə çətindir. Burada müsibət, insanın başına gələn bu müsibət başqa bir məxluqların, özü kimi başqa bir insanların vasitəsi ilə gəldi ona. Kimsə buna zülm elədi, kimsə buna əziyyət verdi, kimsə bunun haqqını vermədi və s. Və burada səbr etmək çətindir. Bəli, burada səbr etmək çətindir. Çünki insanda olan nəfs elə bir şeydir ki, heç vaxt məğlub olmağı sevmir, məğlub olmaqla razılaşmır və burada daima nəfs intiqam almağa qalxır. Və gərək ki, həqiqi mömin, Allaha iman gətirən mömin burada da öz nəfsini cilolamalıdır. Çünki nəfsi baş-başına buraxdıqda insan nəfs pis şeyləri istəyəcək və istəyəcək ki, pisliyə pisliklə cavab versin, zülmə zülmlə cavab versin və s. Deməli, müsibətlər halında insanın üzərinə düşən müsibətlərə səbr etmək və o qədərə təslim olmaqdır. Və səbrin də, səbr ərəb dilində lüğəti mənası həbs etməkdir, tutub saxlamaqdır bir şeyi. Səbrin də 3 dayağı var. Bunlardan birincisi, qəlbi qəzəblənməkdən qorumaq. Qəlbi Allahın yazdığı bu qədərə qarşı ki, Allahın yazdığı bu qədər, bunun Allahın feillərinə bağlılığı var. Yazmaq feili var burada. Və Allahın istək feili var, iradə feili var. Sonra Allahın bunu yaratmaq feili var. Sonra Allahın, bunların hamısından qabaq Allahın elm feili var burada. Yəni, elmdə də indi feildir, feil bu başqa tərəfdəndir. Məsələn, yəni Allahın yazmış olduğu qədərə və istədiyi qədərə qarşı çıxmamaq, buna qarşı qəzəblənməmək. Çünki qədərə qarşı qəzəblənmək birbaşa Allaha qarşı qəzəblənməkdir. İkincisi, burada səbrin ikinci dayağı, dili Allaha qarşı, Allahın yazdığı bu qədərə, sənə gələn bu müsibətlərə qarşı qəzəbli danışmaqdan qorumaq, dili şikayətlərdən qorumaq. Və üçüncüsü də əzaları şəxsi-vaxsiyyədən qorumaq. Sifəti cırmaq, paltarı cırmaq və s. kimi münkər əməllərdən qorumaq. Həm qəlbdən, həm dillə, həm də əzalarla səbr edib bunları tutub Allahı qəzəbləndirən hallardan, işlərdən tutub həbs edib saxlamaq. Səbr bu üçü ilə baş verir. Və kim bu saydığımız formada o müsibətlərdən çıxar, səbr edər, müsibətlərdən çıxarsa, o halda bunun barəsində deyirlər ki, bu insan müsibətdən Allahın sevdiyi kimi, istədiyi kimi çıxdı. Çünki müsibətlər insanı həlak etmək üçün gəlmir. Müsibətlər insanı imtihan etmək üçün gəlir. Və belə olduqda müsibət o insan üçün nemətə çevrilər. O bəla onun üçün bir verilən hədiyyəyə çevrilər. O xoşlamadığı hal, iş, onun üçün, onun qəlbində sevilən işə çevrilər. Və beləcə insan Allahın yazdığı qədərdən razı qalmaqla yanaşı və daha yüksək bir mərtəbəyə qalxa bilər ki, o da o müsibətlərə görə də Allaha şükür etməkdir. Ona görə danışığımıza başladıqda nemətlərdən başladıq və sonra bu 3 halı zikr elədik. Nemətlər halı və sonra müsibət, sonra da günahdan danışacağıq. Müsibəti də insan Allahın ondan istədiyi formada müsibətdən çıxmaqla özü barəsində nemətə çevirə bilər. Və buna görə də müsibətlər öz-özlüyündə şər deyil. Müsibətlər Allahın yazdığı qədər hamısı xeyirdir. Gərək ki, onu insan, xüsusən də Allaha iman gətirən mömin bəndə, qul, onu Allahın istədiyi kimi qarşılasın və bu halda o müsibətlər onun üçün sevimli, o müsibətlər onun üçün xeyrə, o müsibətlər onun dərəcəsini qaldıran işlərə çevriləcək. Çünki bunlar hamısı ubudiyyət məsələsinə daxildir, Allaha qulluq məqamına daxildir və qulluq da ümumiyyətlə insan xoşladığı halında da, xoşlamadığı halda da Allaha qulluq etməklə əmr olunub. İnsan rahatçılıq vaxtında
Allaha rahat ibadət edir. Çünki heç bir çətinlik yoxdur. Lakin həqiqi məsələ, işin həqiqəti, işin üstünlüyü çətin hallarda, xoşa gəlməyən hallarda, müsibətlər anında Allaha qulluğu yerinə yetirməkdir. Gəlin buna bir misal çəkək. İnsan isti gündüzdə sərin su ilə dəstəmaz alması da ibadətdir. Soyuq, sərt qış gecəsində soyuq su ilə dəstəmaz alması da ibadətdir. İnsan öz ailəsinə pul xərcləməsi, həyat yoldaşına, övladlarına bu da ibadətdir. İnsanlardan qorxmadığı halda, Rəbbindən qorxaraq günahları tərk eləməsi də ibadətdir. Nəfsin o günahları çəkdiyi anda, halda o zinanı və s. ona aparan pislikləri tərk eləməsi də ibadətdir. Və iki ibadətin arasında fərq var. İki ibadət, çünki biri rahatçılıq anında nəfsə rahat olan işlərdən ibadəti yerinə yetirməkdir. Biri isə nəfsə çətin gələn anda, şiddətli anda və bəzən də nəfsin qalib gələcəyi anında nəfsi boğmaq, səbr etmək, günaha düşməmək və yaxud da günah olmasa da belə xoşuna gəlməyən hallarda ibadəti yerinə yetirməz. Bəli, burada haşiyəyə çıxaraq bunu qeyd etmək mühümdür ki, insan özü öz ixtiyarı ilə özünə olan ibadətləri çətinləşdirməməlidir. İstisi olduğun halda gəlib soyuq su ilə dəstəmaz almaq bu məqsədə uyğun deyil, şəriətin məqsədlərinə uyğun deyil. Allah bunu istəmir bizdən. Lakin insanın özündən asılı olmayaraq çətinliyə düşərsə, o çətin anında o ibadəti yerinə yetirməsindən söhbət gedir. İsti yay günlərində oruç tutmaqla sərin, qısa qış günlərində oruç tutmağın arasında fərq var. Və bu çətinlik anında qulun o ubudiyyəti, o ibadəti, o qulluğu yerinə yetirməsi daha çox savab gətirən işlərdəndir. Və burada Allah Taala'nın bu sözü Əleyhisəllahu bikafin abdə, Allah öz quluna kifayət deyilmi? Ayəti tam gəlir öz yerinə. Çünki Allah Taala'nın quluna kifayətliyi qulun Allaha olan ubudiyyətinin, Allaha olan qulluğunun müqabilindədir. Qul nə qədər öz Rəbbinə olan o qulluğu tamam kamal yerinə yetirərsə, Allahdan da ona gələn o kifayətlilik, o bəslik, Allahın quluna bəs olması tamam kamal olar. Və həmçinin də Allahın quluna olan kifayətliyindəndir ki, Allah öz qulunu düşmənlə başlı-başına tək buraxmır. Və burada da biz keçirik üçüncü məsələmizdən danışmağa. O isə insanın günaha düşdükdə günahdan istiğfar eləyib çıxmasıdır. Günahdan tövbə eləyib çıxmasıdır. Və kim günaha düşdükdə tövbə eləyər çıxar, Allahın qarşısında özünü sındırar, ağlayar, peşman olar, günahdan çıxarsa, o həqiqi qulluğu yerinə yetirmiş oldu. Yox, kim günaha düşər, günahın günah olduğunu bildikdən sonra da yenə günahın üzərində israrlı, davamlı qalarsa, o insan Allahın gözündən düşər. Allah qorusun. Və burada Allah Taala Quranda deyir ki, İblislə olan diyaloqlarından bizə xəbər verdikdə, Allahın bir mömin, ixlaslı və Allahın özünün birbaşa olaraq qoruduğu qullar var ki, İblisə, şeytana, onlara heç bir yol yoxdur. İnnə ibadi leysə ləkə aleyhim sultan. Həqiqətən, mənim bir qullarım vardır ki, sənə onların üzərində heç bir sultaniyyətin, heç bir ağalığın, heç bir hökmranlığın yoxdur. Və İblis də özü bunu bilir. İblis də Allaha deyir ki, فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ. Sənin izzətinə and olsun ki, onların hamısını azdıracağam. İllə ibadəkə minhumul muxlasin. Yalnız sənin mömin qullarının içərisində olan muxlaslardan başqa. Muxlas, yəni Allahın xilas etdiyi qullarından başqa. Demədi muxlislərdən başqa, ixlaslılardan, yox. Muxlas dedi, məfuldə Allahın xilas etdiyi, Allahın seçdiyi, Allahın qoruduğu, Allahın xalisləşdirdiyi bir toplum insanlar var möminlərin içərisində, onlardan başqa. Allah nə üçün onları qoruyur? Çünki onlar əvvəldə saydığımız ibadətləri şükrü nemətlə qarşılayıb, müsibətə düşdükdə səbirdən qarşılayıb və ibadətləri doğru düzgün yerində gətirən insanlardır. Çünki ən böyük şükür La ilahe illallahdır. İbadətləri, fərzləri yerinə yetirməkdir. Haramlardan çəkinməkdir. Yəni şükür təkcə Allahdan gələn nemətlərə təşəkkür etməkdən deyil. Ona görə Allah Rəsulü sallallahu aleyhi və səlləm gecələri qalxıb uzun-uzadı gecə namazı qılardı. Ağlayardı, saqqalı yaş içərisində, dabanı partlayardı, qan axardı ayaq üstə dayanmaqdan və möminlərin anası Ayşə radiyallahu anhə
Allah Rəsulunun sevimli zövcəsi, həyat yoldaşı Əbu Bakır Siddiqin qızı Siddiq deyərdi ki, ya Rasulallah, Allah sənin keçmiş və gələcək günahlarını bağışladığı halda nə üçün özünə bu qədər əziyyət verirsən? Deyərdi ki, ey Siddiqin qızı, istəməzmisin mən Allaha şükr edən qullarından olum? Yəni Allah Rəsulu bu hədisdə Allah üçün o cür mütib formada qiyama qalxması, namaza qalxması, uzun-uzadı surələr Quran oxumaqla, rükusu ilə, səcdəsi ilə Allaha gecə ibadətlərini yerinə yetirməyi Allaha şükr etməkdən adlandırdı. Və kim də ki, dediyimiz kimi şükrü və səbri yerli yerində gətirərsə, Allah Taala o insana kifayət eləyər. Və o insan günaha düşdükdə tövbə eləyər, günahdan çıxarsa, bax burada bayaq dediyimiz ayə ki, Əleyhissallahu bikafin abdə, Allah öz quluna kifayət olmazmı? Bəli, olar. Ona görə də həmin qullar muxlas olan qullardır. Allahın xilas etdiyi qullardır. Həm dünyada ən böyük düşmənləri olan iblisin tələlərindən, həm də axirətdə öz razılığı ilə, öz sevgisi ilə, məhəbbəti ilə cənnətinə saldığı qullardır. Hörmətlər diyarıdır. Bəli, bu insanlara da iblis toxuna bilər, şeytan toxuna bilər, azdıra bilər. Çünki bunlarda da nəfs var. Və nəfs bilindiyi kimi hərdən qafilləşir, hərdən şəhvətlərə düşür və hərdən də qəzəblənir. Bu üç hal nəfsin boşaldığı hallardır. Möminin nəfsinin də bu üç vəziyyətdə qəzəb, şəhvət və qafillik anında nəfs boşala bilər və onun pusquda durub gözlədiyi düşməni bu məqamlardan istifadə edib ona xəyanət edir. Onu günaha salır. Və onu günaha saldıqda elə zənn edir ki, artıq onun üzərində qələbə qazandı. Artıq Rəbbi onu o yıxıntıdan heç vaxt qaldırmayacaq. O düşdü, Allah onu qaldırmayacaq. O yıxıldı, Allah onu qaldırmayacaq. Belə zənn edir. Allah Teala bu kimi qullarına üzərində heç vaxt iblisə hökmranlıq verməz. Onları daima öz hifzi ilə, öz qoruması ilə onları qoruyar. Və lakin bunlar da ayaqları büdürüb günaha düşə bilərlər. Çünki bunlarda da nəfs var. Bunların azması və ya günaha düşməsi isə o düşmənləri olan iblisin daima gözləməsidir. Hilədə, pusquda dayanıb gözləməsidir. Gözləyir ki, bu insanlarda qəzəb, şəhvət və qəflət kimi hansısa bir hallar baş versin, oradan bunları oğurlasın, xəyanət edərək bunlara hücum etsin. İnsanın nəfsi qəzəb halında, şəhvət halında və yaxud da qəflət halında günaha düşə bilər. Və belə olduqda dediyimiz kimi şeytan, iblis bunlara hücum edir. Və onları salır günaha. İnsan nə qədər də qorusa öz nəfsini ki, günaha düşməyəcəm, lakin ona günaha düşmək yazılıb. Necə ki, ilk atamız olan, bəşəriyyətin atası olan Adəm əleyhissalam nəbi idi, peyğəmbər idi. Allah onu danışdırırdı, vəhiylər göndərirdi. Lakin bununla yanaşı Allahın yazmış olduğu o günaha düşdü. Sonra Allah ona tövbə kəlmələrini öyrətdi, o tövbə edib günahdan qayıtdı. Yəni, Adəm əleyhissalam Allaha itaət etməyi hansı dərəcədə idi, nə qədər həris idi, onu ilə bizim kimi insanları müqayisə eləsək, necə ki, İbn Qayyim rahimehullah gözəl bir misal çəkir, deyir, sanki dənizin yanında bir tüpürcək kimi bir şeydir. Lakin insan yazılıb ona ki, o ya qəflət, ya şəhvət, ya qəzəbə düçar olacaq. Və bu halda şeytan onu yıxır. Və şeytan onu yıxdıqda elə zənn edir ki, bir də o qalxmayacaq yuxarı. Rəbbi onu tərk elədi, həlak oldu. Lakin Allahın fəziləti, rəhməti, məğfirəti, hamısı bunlardan ötəki bir şeylərdir. Əgər Allah Teala bir quluna xeyir istəyərsə, o quluna tövbə qapılarını açar. O quluna istiğfar etmək, Allahdan bağışlanma qapılarını açar. Allaha dua etmək, Allaha yalvarıb yaxarmaq, Allahdan gecə-gündüz istəmək, Allahın qarşısında özünü, qəlbini sındırması, Allahın qarşısında Allaha olan fəqirliyini, möhtaclığını ifadə etməsi, dilinə gətirməsi, qəlbi əsməsi kimi xeyir qapılarını Allah ona açar. Əgər Allah öz quluna xeyir istəyərsə. Və sonra necə ki, Allaha tövbə elədi, Allah da onun tövbəsini qəbul eləyər, ona rəhm eləyər, onu bağışlayar, ona əfv eləyər və o düşmüş olduğu o şərr olan günah, o düşmüş olduğu qəflət, şəhvət, qəzəb halından istifadə eləyərək düşməni saldığı o günah
ona Allahın rəhmətini, Allahın məğfirətini, Allahın fəzilətini, Allahın sevgisini qazanmağa səbəbə çevrilir. Bəli, o öz-özlüyündə şərdir. Lakin səbəb oldu saydığımız bu Allahdan gələn bu işləri qazanmağa. Və burada sələflərin gözəl bir sözü var. Deyir, insan, qul ola bilsin ki, bir günah işləsin, cənnətə düşsün. Və ola da bilsin, bir xeyir əməl işləsin, amma cəhənnəmə düşsün. Deyirlər, necə ola bilər bu? Bu hikmətli insan deyir ki, ola bilsin insan bir günah işləsin, lakin daima o günahı öz gözünün, iki gözünün ortasında daima dikəlsin, daima o günahı görsün. Hara baxır o günahı görür və həmişə qorxur, ağlayır, sınır, peşman olur Allahın qarşısında. Allahdan bağışlanma istəyir, Allaha etiraf edir ki, ya Rabbi, düşdüm, ya Rabbi, yıxıldım, nəfsimə tabi oldum, şeytan məni apardı və s. tövbə, istiğfar ardıyca. Və belə olduqda Allah ona öz rəhmətini, məğfirətini, fəzilətini göndərir, onu, günahlarını bağışlayır, onun dərəcəsini qaldırır. Və belə olduqda şeytan peşman olur. Deyir, kaş ki, onu buraxaydım, onu o günaha düşməyə salmayaydım o günaha. Çünki görür ki, o düşmüş olduğu o bir günah hara, Allahdan buna yağan Allahın o feilləri, Allahın o istəkləri, Allahın məhəbbəti, fəziləti, rəhməti, bağışlaması hara. Başqa bir qul isə ola bilsin, xeyir əməl işləsin, cəhənnəmə girsin. Çünki xeyir əməl işləyir, qürrələnir, təkəbbürlənir, öz nəfsini görür, mən etdim, istər xeyir əməl öz nəfsinə bağlı olan xeyir əməllər olsun, istərsə xeyir əməl təsirli xeyir əməllərdən olsun, əsəri, təsiri başqalarına, yəni yaxşılıq etmək və s. kimi olsun, minnət etmək və s. təkəbbürlənmək, öz nəfsini görmək, o etdiyi o xeyir əməli Rəbbinə yox, özünə nisbət etməklə, qürrələnməsi ilə. O insan ola bilsin ki, etdiyi o xeyir əməl ona səbəb olsun ki, cəhənnəmə girsin, Allahın gözündən düşsün. Sonra Allah Teala buna da xeyir istəyərsə, onu da müsibətə salar. O xeyir əməl edib, təkəbbürlənib, nəfsini görməyindən sonra Allah onu da müsibətə salar. O müsibətə salar onun üçün də Allahın qarşısında sınmaq, Allahın qarşısında günahını etiraf etmək, Allahın qarşısında öz nəfsinin zəifliyini etiraf etmək, Allaha olan möhtaclığını etiraf etmək, Allahın isə qavi, güclü olmasını və qani, zəngin olmasını, həmdə layiq olmasını, tərifə, şana layiq olmasını etiraf eləyər və s. etiqad edər və ağlayar və peşmançılıq çəkər. Allah onun dərəcəsini qaldırır. Və burada iki iş var. Allahın müvəffəqiyyəti, Allahın insanı tərk etməsi, Allahın insanı başlı başına buraxması, Allahdan insana yardım gəlməməsi. Allahdan gələn müvəffəqiyyət budur ki, Allah qulunu başlı başına buraxmır. Allah qulun öz nəfsindən istəyinə buraxmır, öz nəfsinə həvalə etmir. Bu Allahdan gələn müvəffəqiyyətdir. Allah daima onu xeyrə müvəffəq eləyir. Və Allahdan köməyin, yardımın gəlməməsi isə, köməksiz buraxılmaq isə, buna ərəb dilində xuzlən deyilir. Bu isə odur ki, Allah qulun öz nəfsinə buraxır. Və bu xüsusda Allah Rəsulü sallallahu aleyhi və səlləmin çox əzəmətli bir duası var. Ya Hayyu ya Qayyum. Ey diri, ey həy, həyat sahibi, ey qəyyum, hər şeyi idarə eləyən. La ilahə illə ənt. Səndən başqa ibadətə layiq haqq məbud yoxdur. Bi rəhmətikə əstəğith. Sənin rəhmətinlə sənə yalvarıb yaxarıram ki, aslihli şə'ni kulləh. Mənim bütün işlərimi islah elə, düzəlt, fəsadları aradan qaldır. Və la təkilni ilə nəfsi tarfətə ayn. Bir göz qırpımı belə məni öz ixtiyarıma buraxma. Çünki Allah Teala kimi öz ixtiyarına, öz nəfsinin ixtiyarına buraxarsa, nəfs onu götürüb qaçar, insan həlak olar. Və bütün bu danışdıqlarımızı belə başqa formada da müxtəsərləşdirə bilərik ki, həqiqi arif insan, Allahı tanıyan insan daima iki baxışı olmalıdır. Birinci baxışı onun Allahdan gələn nemətlərə baxmasıdır. Allahdan gələn nemətlər, Allahın səxavətli davranması, rəhimli davranması, fəzilətlər verməsi, öz fəzilətləri ilə nələr verməsi və ikinci baxışı isə öz günahlarına, öz təqsirlərinə, nöqsanlarına, ayıblarına baxması. Və belə olduqda Allahın nemətlərinə baxmaq, qulda Allaha həmd etmək, Allaha şükür etmək, o nemətlər sahibi olan Allaha şükür etmək, Allahı tərifləmək kimi əzəmətli qapıları açır. İnsan öz ayıblarına, öz qüsurlarına, nöqsanlarına, günahlarına baxması isə insan Allah qarşısında sınmasına, Allaha tərəf yönəlməsini, Allaha tövbə etməsini, Allahdan bağışlanma diləməsini, Allaha möhtac olmasını kimi qapıları açır. Hər ikisi xeyir qapılardır. Və belə olduqda bu sanki bir quşun iki qanadidir. Biri olmazsa quş uça bilməz və Allaha tərəf gedən bu seyr,
Bu yol da belədir. Allahdan gələn nemətlərə baxaraq Allaha şükür etmək, ibadətləri yerinə yetirməyə qalxmaq, öz günahlarımıza baxaraq isə nəfsimizi Allahın qarşısında sındırmaq, o nemətlərin sahibi olan Rəbb, o Kərim Rəbbə, o Muhsin, ehsan sahibi olan Rəbbi bu günahlarla qarşılıq vermək haramdır. Daim Allahın qarşısına sınmaq, nəfsimizi təmizləmək, nəfsimizi təzkiyə etmək Allahın qarşısında. Belə olduqda insan öz nəfsini pisliklərdən təmizləyir, gözəlliklərlə bəziyir və Allaha olan ubudiyyəti, Allaha olan qulluğu tamam kəmal formada həyata keçir. Bəli, insan nə qədər Allaha ən son həddə hər bir şeyə riayət eləyərək ibadətə qalxsa da belə Allahın haqqını verə bilməz. Buna görə Allah Rəsulu duasında deyərdi ki, "Lə nuhsi sənəən aleykə əntə kəmə əsneytə alə nəfsik." Allahım, nə qədər də sənə həmd sana etsək, səni tərifləsək, səni zikr etsək, yenə də sənə layiq olduğun kimi tərif eləyib sənə ibadət eləyə bilmərik. Sən özünü tərif etdiyin kimisən. Bunu isə məxluq bacarmaz. Çünki Xaliq başqadır, naqis məxluq başqadır. Və bu iki saydığımız, bu iki müşahidə olunan məşhəd, Allahdan gələn xeyirləri görmək, özümüzdən baş verən şərləri, günahlara baxmaq, bu da ibadətin əsli sayılan, ibadətin iki dayağı sayılan başqa bir işlərdə özünü əks etdirir. İbadət Allaha tamam, kamal, məhəbbət və tam zəlillik, sınmaqlıq üzərində dayanmaqdadır. Allaha ibadət etmək, Allahı kamil formada sevməklə Allahın qarşısında zəlil olmaq, rükunun iki dayağın üzərində dayanmaqdadır. Allahdan gələn nemətlərə baxmaq, Allaha sevgini vacib edir. Öz günahlarımıza baxmaq isə Allahın qarşısında sınmağı və zəlil olmağı vacib edir. Və bunu ilə ubudiyyət, qulluq həyata keçmiş olur. Və əgər qul Allaha tərəf gedən bu seyrində, bu yolunda bu iki işi yerinə yetirərsə, Allahdan gələnlərə baxmaq, özündən çıxanlara baxmaq, Allahı sevmək və zəlillik, o qulluğu həqiqi formada həyata keçirməsi ilə heç vaxt günaha düşməyəcək. Onun günaha düşməsi isə yalnız və yalnız düşməninin pusquda dayanıb, onun nəfsinin yol verdiyi qəzəb, şəhvət və qəflət hallarından istifadə eləyərək xəyanətkarcasına onu günaha salması olacaqdır ki, həmən Allah Teala öz rəhmətini ona yollayacaq, onu, o yarasını, o sınığını birləşdirəcək və onu yıxılmış olduğu yerdən daha yüksəyə qaldıracaq. Bax, beləcə Allah öz qullarını heç vaxt düşməninə təslim eləyən deyil və iblis də bunu bilir. Bu mübarizə həyatının sonuna kimi davam etməlidir. Necə ki Allah Teala deyir ki Quranda: "Va'bud rabbaka hatta ya'tiyakal yaqin." Yəqin bildiyin ölüm sənə çatana qədər Rəbbinə ibadət elə.